Aç ellerini gönülden, yalvar yüce Allah'a. Aç ellerini gönülden, yalvar yüce Allah'a. Düşürme söyle dilimden, sığın yüce Allah'a. Düşürme söyle dilimden, sığın yüce Allah'a. O Rahim'dir, o Rahman'dır, o aşktır, o bir ümmandır. O Rahim'dir, o Rahman'dır, o aşktır, o bir ümmandır. O bir şefkat, o rahmettir, sığın yüce Allah'a. O bir şefkat, o rahmettir, sığın yüce Allah'a. Aç gönlünü Mevla'ya, yalvar yüce Allah'a. Aç gönlünü Mevla'ya, yalvar yüce Allah'a. Tövbe, namaz, niyazla, sığın yüce Allah'a. Tövbe, namaz, niyazla, sığın yüce Allah'a. O lisandır, o lütuftur, o saadet, o huzurdur. O ihsandır, o lütuftur, o saadet, o huzurdur. O derya-u mağfirettir, sığın yüce Allah'a. O derya-u mağfirettir, sığın yüce Allah'a. Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah. Allah-u Teala'nın rəhməti, bərəkəti, məğfirəti cümləmizin üzərinə olsun. Allah-u Teala bizə vermiş olduğu ömür nemətindən Allahımızın istədiyi şəkildə istifadə edərək bu ömrü başa vurmağı hər birimizə nəsib eyləsin. Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədis şərifində buyurur ki, iki nemət vardır ki, insan o nemətlər əlindən çıxmayınca o nemətlərin qədərini, qiymətini, dəyərini anlamaz. Bunlardan biri insanın sağlığı, sihhəti, digəri də boş vaxtıdır. Əslində bir çoxumuz geriyə baxanda həyatımızda peşmançılığını çəkdiyimiz, kaş ki bu vaxtı daha da səmərəli keçirərdim dediyimiz həyatımızın bəzi qismləri var. Bu dünyaya bir dəfə gəlirik. Bu dünyada sadəcə bir şansımız var. O şansı da gözəl dəyərləndirə bilməsək, Allah qorusun sonumuz pərişan olar. Və bu zamanı dəyərləndirməklə əlaqəli Peyğəmbər sallallahu aleyhi və səlləmin gözəl bir hədisi var. Yəni həyatımızı necə şəkilləndirə bilərik? Həyatın bütün sahələrində bizə örnək olan Peyğəmbər sallallahu aleyhi və səlləmin bir duasını sizlə bölüşmək istəyirəm. Buyurur ki, Allah Rasulü, Allahım, çarəsizlikdən, tənbəllikdən, xəsislikdən, qorxaqlıqdan, həddindən artıq qocalıqdan və qəbr əzabından sənə sığınıram. Allahım, nəfsimə təqva bəxş et və onu pak et. Onu ən yaxşı təmizləyən sənsən. Sən onun dostu və himayə edənisən. Allahım, təqvasız qəlbdən, doymayan nəfsdən, faydası olmayan elmdən və qəbul olunmayacaq duadan sənə sığınıram. İndi hər birimiz bu duanın içərisindəki Peyğəmbər sallallahu aleyhi və səlləmin bizlərə öyrətdiyi və eyni zamanda özünün onlardan Allaha sığındığı məsələlər hansılardır ona nəzər salaq inşallah ki bu da bizim zamanımızı daha gözəl tənzimləməyimizə,
daha faydalı bir həyat sürməyimizə kömək edəcək Allahın izni ilə. Buyurur ki, Allahım, çarəsizlikdən. Burada çarəsizlikdən deyir sənə sığınıram. Çarəsiz nədir? Allaha təvəkkülü olmayan və ya tənbəllik eləyən, əlindən gələni eləməyən, ancaq Allaha da təvəkkülündə problem olan. Müsəlman belə şəxsiyyət deyil. Müsəlman çarəsizlik içərisində qalmayacaq. Müsəlmanın hər şeydən üstün Allahı var. Hər şeyə gücü, qüvvəti, qüdrəti çatan, yetən Allahı var. O Allaha güvənəcək, o Allaha təvəkkül eləyəcək Allahın izni ilə. Tənbəllikdən deyir sənə sığınıram. Tənbəl bir müsəlman ola bilərmi? Namazlarında tənbəl, Quran oxumaqda tənbəl, orucunda tənbəl, digər şeylərdə tənbəl, ümumiyyətlə ictimai həyatda tənbəl. Belə bir müsəlman olarmı? Allah Teala məhz Peyğəmbər sallallahu əleyhi və səlləmin dili ilə dedizdirir bunlara. Peyğəmbər bizə bir örnəkdir və bu duanı da bizə öyrədir Allah Rasulü sallallahu əleyhi və səlləm. Deyir ki, çarəsizlikdən və tənbəllikdən sənə sığınıram ya Rabbi. Xəsislikdən sənə sığınıram. Çoxumuzun əlimiz bərkdir, verə bilmirik. Allahın bizə verdiyi nimətlərdən verə bilmirik insanlara. Allah bizə bəxş eləyir, ancaq biz insanlara verməkdə çətinlik çəkirik o nimətdən bir qismini. Yəni bir qismini. Malımızın biz elə bilirik ki, bir gün gələcək biz hamımız varlanacağıq, ondan sonra zəkat vermək boynumuza fərz olacaq. Yəni onun üçün bir dua eləyirikmi yəni? Bir duamızda olsun. Ya Rabbi mənə imkan nəsib elə, mən ehtiyacı olan insanlara yardım edeyim ya Rabbi. Mənim əlimdən bir vəsilə qıl. Məni o yardım eləməyin savabına nail elə. Belə bir duamız olması lazımdır Allahın izni ilə. Və malımız olduğunda da xəsislik eləməyəcəyik. Necə ki, ayət-i kərimədə buyurulur, nə əli bərk olma deyir ayətdə Allah Teala, nə də əli çox açıq olma. Yəni, nə xəsislik eləmə deyir, nə də çox hər istəyəni hər istədiyini vermə deyir. Yoxsa deyir, qınanarsan. Qorxaqlıqdan deyir, sənə sığınıram. Müsəlman qorxaq olarmı yəni? Müsəlman qorxmaz. Müsəlman başı dik insandır yəni. Allahı var müsəlmanın. Sadəcə Allahdan qorxar. Onu qorxuda bilən sadəcə Allahın əzabı ola bilər. Qocalıqdan, həddindən artıq qocalıqdan. Qocalanda insan nə olur? Bu həddindən artıq qocalıqdan söhbət gedir. İnsan biraz daralır. Allah qorusun, naşükürlüyə qədər, Allaha asi düşməyə qədər bəzən xəstəliyə yaxalanar. Ona qədər gedib çıxa bilər məsələ. Ona görə Allah Rasulü belə bir dua edir ki, həddindən artıq qocalıqdan sənə sığınıram ya Rabbi. Və qəbr əzabından sənə sığınıram. Allah qorusun. Biz də eyni şəkildə bunlardan Allahımıza sığınmağımız lazımdır inşallah ki, bu da zamanımızı doğru dəyərləndirməyimizə bir yön verəcək Allahın izni ilə. Nəfsimə təqva bəxş et. Nəfsimə təqva bəxş et. Nəfs nədir? İnnə nəfsə ləəmməratun bis-su illə mən rəhmən Rabbi. Şübhəsiz ki, Allahın rəhməti istisna nəfs insana pisliyi əmr eləyər. Hələ tərbiyə olunmamış nəfs. Baxın, oruc nəfsi tərbiyədir əslində. Bir növ tərbiyədir. Ki, nəfsin istəyir su içəsən, ancaq sən oruçlusan, su içmirsən. Yemək istəyir nəfsin. Nə bilim, istəyir, doymaq bilmir ki, zaten nəfs. Ancaq Allahın mərhəməti istisna. Allah nəfslərimizə təqva bəxş eləsin. Allah qorxusu, Allah xufu bəxş eləsin inşallah. Və onu pak et, onu təmizlə. Allahdan istəyirik ki, nəfsimizi Allah təmizləsin. Bizim gücümüz azdır. Bir də Allahdan istəyəcəyik. Necə? Ayət-i kərimədə buyurulduğu kimi, illə mən rəhmən Rabbi. Allahın mərhəməti istisna. Onu ən yaxşı təmizləyən sənsən, əlbəttə ki. Sən onun dostu və himayə edənisən. Nəfsimizin Allah Teala dostu, təmizləyir və nəfsimizin dostu və himayədarı olur. Allah hər birimizə nəsib eləsin inşallah. Allahım, təqvasız qəlbdən, yəni Allah qorxusu olmayan qəlbdən sənə sığınıram. Faydası olmayan elmdən deyir, sənə sığınıram. Baxın, bu günümüzdə bir çoxumuz, hər birimiz sosial şəbəkələr olsun, istər insanlardan olsun, istər televizorlardan olsun, davamlı bir bilgi bombardımanı altında yaşayırıq. Bunu bilginin əldə olunması insana müsbət bir şey olaraq görsənə bilər gözünə.
nəfsini oxşaya bilər. Ancaq bilginin faydalı olanı var, faydasız olanı var. Allahdan uzaqlaşdıran bir bilgi faydasız bilgidir. İnsanlara fayda verməyən, insanın özünə fayda verməyən, həqiqi mənada, əsl mənada insana fayda sağlamayan, cəmiyyətə fayda sağlamayan bir bilgi faydasız bilgidir. İnsan bunu sağçürük eləyərəkdən bilgini əldə eləməsi lazımdır. Hər şeyin beynimizdə yer tutmasına ehtiyac yoxdur ki, biz günlərlə nə qədər şeylər öyrənirik, nə qədər şeylər eşidirik və o eşitdiyimiz də beynimizdə bir elm kimi, bir bilgi kimi bir kənarda qalır. Onun doğruluğuna yavaş-yavaş inanırıq. Amma elə deyil. Müsəlman bir şəxs doğru və ya yanlış, müsbət və ya mənfi fikirləri, elmi bir-birindən ayırt eləyə bilməlidir və faydasız elmdən qaçmalıdır Allahın izni ilə. Və qəbul olmayan duadan sənə sığınıram. Bəzən çoxumuz dua eləyirik. O duaların içərisində elə adam olur ki, adam gəlir deyir ki, məscidə, mən dua edirəm, qəbul olunur mənim duam. Nə dua edirsən, görürsən ki, haram bir şey arzu eləyir. Allah haramını sən niyə bəxş elə? Səbəb mükafatıdır sənin duanı qəbul eləməməyi Allah-u Teala'nın. Yəni, Allahdan birinci şeytanın şərrindən, nəfsimizin şərrindən, şeytanlaşmış insanların şərrindən Allaha sığınaraq, Allahın halalları çərçivəsində bir şeylər istəyək. Allah bütün o xalis niyyətlə etdiyimiz gözəl dualarımızı qəbul eləsin inşallah. Bir gün bunu da xatırlatmaqda çox fayda var. Bir gün Allah Resulü sallallahu aleyhi və səlləmin yanında bir səhabə, imkanı olan bir səhabə, ehtiyac sahibi başqa bir səhabəyə bir hədiyyə verir. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, o sənə ikram elədi, sən də ona ikram elə. O yoxsul adama deyir. O yoxsul adam deyir ki, ya Resulullah, mənim imkanım yoxdur ki, mən nə verim ona? Deyir ki, sənin ona dua eləməyin onun üçün ikramdır. Onun əlindən gələn odur, sən də əlindən gələn ona dua eləməyindir. Və başqa bir hədis-i şərifdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, təmiz ağızla deyir, pak bir ağızla, günahsız bir ağızla mömin qardaşınız üçün dua eləyin. Sahabələr soruşurlar ki, ya Resulullah, elə bir insan varmı aramızda? Ağzı təmiz olan, ağzı pak olan, günahı olmayan bir ağız varmı? Ağza sahib insan varmı ətrafımızda? Deyir ki, Allah Teala bir müsəlmanın başqa bir müsəlmana etdiyi duanı, həmin o dua eləyən insanın duasını əgər başqa bir mömin qardaşının yaxşılığı üçün eləyibsə, deyir ki, onu pak olaraq, günahsız bir insanın duası olaraq qəbul eləyər. Yəni, nəfsinə yox, mömin qardaşı üçün etdiyi duaya Allah Teala cümlə müsəlmanları, möminləri qorusun. Cümlə müsəlmanlara birlik, bərabərlik nəsib eləsin inşallah. Bu tutduğumuz orucları Allah Teala qəbul eləsin öz dərgahında. Allah Teala bizi neçə-neçə Ramazanlara qovuştursun. Zamanımızdan düzgün istifadə eləməyi və geriyə baxanda, bir gün geriyə baxanda eyvah deməməyi Allah hər birimizə nəsib eləsin inşallah. Allah hər birinizdən razı olsun. Allaha əmanət olasınız. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. أشهد أن محمدا رسول الله. أشهد أن محمدا رسول الله. حي على الصلاة. حي على الصلاة. حي على الفلاح.
حي على الفلاح. الله أكبر الله أكبر لا